Salam əziz şagirdlər, bugün ən vacib mövzulardan biri olan tərs trigonometrik funksiyaların və onlara aid nümunə suallarının izahını verəcəm. Çox vacib bir mövzudur. Demək olar ki, hər il imtahanlarda bu mövzu ilə bağlı suallara rast gəlinir ki, hansı ki trigonometrik tənliklər düşdüyü üçün onların da daxilində tərs trigonometriya olduğu üçün mütləq şəkildə bunları bilməliyik. Diqqətlə dinləsəniz sadə bir mövzudur, o qədər də çətin deyil. Başlayaq. Deməli, birinci başlayırıq. Sinus x funksiyasının tərsi y bərabərdir arc sinus x-dan. Y bərabərdir arc sinus x-dan. Uşaqlar, sinus x-in tərsi arc sinus x-dir və başlayaq onun izahından. Əvvəlcə gəlin bir qrafiki çəkək. Qrafiki çəkəndə bizə daha aydın məlum olacaq. Burada söhbət nədən gedir? Bu bir x oxu. Buradan belə bir y oxu çəkək. Siz görəcəksiniz ki, həqiqətən də qrafikdə də aydın olur ki, bu necə deyərik? Sinus x-in tərsidir. Sinus x-in təyin oblastı olur bunun qiymətlər oblastı, qiymətlər oblastı olur təyin oblastı. Çünki biz funksiyalar mövzusunun izahında demişdik ki, təyin oblastı funksiyanın onun tərsinin nəyi olurdu? Tərsinin qiymətlər oblastı olurdu. Eyni qaydada indi bu şəkildə olacaq. Bu da belə. Təqribən belə qoysaq düz gələcək. İndi baxırıq nəyə? Və yoldaşlar, burada əlbəttə ki, 0 nöqtəsini alır. Bu təyin oblastı qiymətlər oblastının olduğuna görə bura 1 nöqtəsidir. Bura -1-dir. Yuxarıdan gəlin pi böl 2-ni qeyd eləyək. Aşağıdan da -pi böl 2-ni qeyd eləyək. Bitdi, getdi. İndi diqqət edin. Bunun qrafiki, bax, belə bir əyridir. Buradan gəlir. Bura kimi. Bax, belə bir əyridir. Siz diqqətlə baxsaz görürsünüz ki, bu buradan pi böl 2-də nəyi aldı? Pi böl 2-də qrafika baxanda görürsünüz 1-i aldı. Bəs -pi böl 2-də nəyi aldı? Gəlin -pi böl 2-ni biraz aşağı çəkək. -pi böl 2-də də aldı -1-i. Baxın. Bu belə. Biz indi qrafika baxanda görürük ki, bunun təyin oblastı, yəni dy nəyə bərabərdir? Bunun təyin oblastı nəyə bərabərdir? Biz görürük ki, 1-dən -1-ə qədər olan hissə. Yəni, -1-i də almaq şərti ilə. Bəs qiymətlər oblastı, yəni y nəyə bərabərdir? Diqqətlə baxın. Qiymətlər oblastı. Uşaqlar, əlbəttə ki, -pi böl 2-dən hara qədər? -pi böl 2-dən pi böl 2-yə qədər. Aha, indi diqqətlə baxın. Sinus x-in bu qiymətlər oblastı idi. Bu isə təyin oblastı. Bu funksiya tərsi olduğu üçün nə oldu? Tərsi olduğu üçün əlbəttə ki, bu nədir? Dəyişdi. Başa düşdünüzmü? Tərsi olduğu üçün bu dəyişdi. İndi diqqətlə baxın. Funksiyanın qrafiki nəyə nəzərən simmetrikdir? Koordinat başlanğıcına. Koordinat başlanğıcına nəzərən simmetrik olduğu üçün deyəcəm ki, necə funksiyadır? Tək funksiyadır. Aydındırmı? Bu da belə. Yəni, arc sinus -x olarsa, -arc sinus x olar. Bu qədər sadə. Aha, indi keçirik nəyə? Gəlin nümunələrimizi verək, amma belə bir şey deyim sizə. Arc sinus x-in ümumən mənası nədir? Yazıram, tutaq ki, arc sinus 1.
bu sualı bax bu şəkildə qoyulur. Sual bu şəkildə qoyulur ki, sinus 1-i nə zaman alır? Sinus 1-i nə zaman alır? Artıq aydın məsələdir ki, sinus 1-i nə zaman alırdı? 90 dərəcədə. Aha, bizə məlum olur ki, bunun cavabı pi bölü 2-dir. Başa düşdünüzmü? Bax, bunun izahı, açılışı bu şəkildədir. Məsələn, yazsam ki, arc sinus tutaq ki, kök 2 bölü 2 artıq bizə məlumdur ki, arc sinus kök 2 bölü 2 yəni sinus kök 2 bölü 2-ni nə zaman alır? Əlbəttə ki, aydın məsələdir ki, pi bölü 4-də alır, yəni 45 dərəcədə. Onu da bura qeyd edirəm. Yəni sualın qoyuluşu bu şəkildədir. Sinus 1-i nə zaman alır? Sinus kök 2 bölü 2-ni nə zaman alır? Bu da belə. İndi gəlin keçək bununla bağlı olan nümunə suallarımızın izahına. Birinci başlayıram nədən? Bunun təyin və qiymətlər oblasti ilə bağlı bizə verilən suallardan. Biz təyin oblastının nə olduğunu qeyd elədik. Qiymətlər oblastında nə olduğunu qeyd elədik. Birinci sualımız. Adətən belə bir sual gəlir. Sınavlarda da yəqin ki, qarşınıza çıxıb. Tutaq ki, yazır. Arc sinus tutaq ki 4x plus 3. Aha. Bu bizə deyir ki, məsələn, bunun qiymətlər oblastını tapın. Çox aydın məsələdir. Buradakının artıq bizim üçün heç bir önəmi yoxdur. Qiymətlər oblastı. Elə bildiyimiz kimi. Nədir? Əlbəttə ki, mənfi pi bölü 2-dən pi bölü 2-yə kimidir. Mənfi pi bölü 2-dən pi bölü 2-yə kimidir. Bu belə. İndi başqa bir nümunə verim. Tutaq ki, belə deyir. Y bərabərdir. İkinci bir nümunə verək. 3 vurulsun. Arc sinus tutaq ki 5x. Deyir, qiymətlər oblastını tap. Aha, qiymətlər oblastını tap deyəndə mən 3-ü götürəcəm qabaqdakı əmsalı. Bax, həmin bu arc sinusun qiymətlər oblastına vuracam. Yəni, mənfi pi bölü 2 ilə pi bölü 2-yə nə edəcəm? Vuracam. Mənfi pi bölü 2 ilə pi bölü 2-yə vuracam. Olacaq mənfi 3 pi bölü 2 və nə? 3 pi bölü 2. Yəni, mən onu demək istəyirəm ki, sözümün mənası odur ki, bax, bu arqument hissəsində, yəni, bax, bu sarı olan hissədə nəyin durmasının mənim üçün heç bir önəmi yoxdur. Yəni, orada dayanan mürəkkəb ifadə mənim qiymətlər oblastıma, mənim deyəndə, yəni, sinus x, arc sinus x funksiyasının qiymətlər oblastına heç bir təsir eləmir. Başa düşdünüzmü? Bu da oldu öz yerində. İndi gəlin təyin oblasti ilə bağlı bir neçə nümunə verim. Təyin oblastında necədir? Tutaq ki, bax, belə deyir. Buna aid bir nümunə verək. Y bərabərdir. Arc sinus məsələn 2x. Uşaqlar, arqumentdə dayanan bu 2x ifadəsi təyin oblastına müəyyən qədər təsir eləyir. Necə? Mən bilirəm ki, bu 2x-in ala biləcəyi qiymətlər hardan hara qədər olan qiymətlər idi? Mənfi 1-dən 1-ə qədər olan qiymətlər idi. Onda çox gözəl yazıram ki, 2x-imiz 1-dən kiçik olmalıdır, mənfi 1-dən böyük olmalıdır. Başa düşdünüzmü? Yəni, mən bura gətirsəm, arc sinus, tutaq ki, 5 yaza bilmərəm. 5 yaza bilmərəm. Arc sinus 5, bunun artıq belə deyək də, mənası olmur. Səbəb nədir? Səbəb isə o idi ki, biz demişdik ki, sinus x mənfi 1-dən 1-ə qədər qiymətlər alır. Məsələn, sinus 5, deyək ki, sinusun hansı qiyməti 5-ə bərabərdir? Belə bir ifadə var idi? Xeyr, mümkün deyil yəni bu. Sinusun 5 aldığı qiymət yoxdur axı. Sinus minimum mənfi 1, maksimum 1 ala bilər. Başa düşdünüzmü? Bu şəkildə. İndi bunun üçün biz 2 qat bərabərsizliklərdə öyrənmişdik. Hər tərəfi götürüb nəyə böləcəyik? 2-yə. Yəni, mənfi 1 bölünsün 2. 2x-i 2-yə böləndə zaten x qalır və burada da əlbəttə ki, belə olmalıdır və 1/2. Ümumən də bizim təyin oblastımız oldu nə?
Təyin oblastımız oldu -1/2-dən müsbət 1/2-yə kimi. Yəni bu aralıqda. Başa düşdünüzmü? Bu qədər bəsit. Müəllim, bəs təyin oblastında tutaq ki, burada bizdə bir, məsələn 5 dayanıb. Müəllim 5 dayanmayıb. Tutaq ki, deyirəm biri 3 dayanıb. Müəllim bir 2-də 1 dayanıb. Nə istəyir dayansın? Mənim üçün heç bir önəmi yoxdur. Təyin oblastında yalnız və yalnız arqumentin aldığı qiymətlər mənə maraqlıdır. Yəni arqument deyəndə əlbəttə ki, söhbət nədən gedirdi? Bu hissədən gedirdi. Başa düşdünüzmü? Yalnız arqumentin aldığı qiymətlər mənə maraqlıdır. Bu da belə. Bu da oldu bizim kiçik bir nümunəmiz. Aha. Uşaqlar, burada sinus x və kosinus x sinus x-in arcsinus x-la bağlı ardıcıllıq belə deyək funksiyalar var. Gəlin baxaq, onlar necədir? Bax, yadda saxlayın. Birinci qaydamız belədir. Sinus arc sinus x mütləq x almalıdır. Sinus arc sinus x elə x-ə bərabərdir. Məsələn, yazsam ki, tutaq ki, sinus arcsinus 1, bunun cavabı elə 1'dir. Yəni bu sinusla arcsinus gedir. Başa düşdünüzmü? İndi keçirəm nəyə? Və digəri də budur. Arcsinus sinus x. Deyirəm ki, bunun cavabı nədir? Yoldaşlar, bunun cavabı da x-dır. Amma və lakin sinus x-in təyin oblastını mütləq şəkildə biz nə etməliyik? Qeyd etməliyik. Daha doğrusu, qiymətlər oblastına nə etməliyik? Qeyd etməliyik. Bizim bu x-imiz -pi/2 ilə pi/2'nin arasında dəyişməlidir. -pi/2 ilə pi/2'nin arasında dəyişməlidir. Başa düşdünüzmü? Aha. Mənim buna aid nümunə istəyirəm. Gəlin buna aid, hər ikisinə aid nümunə verək. Birinciyə aid nümunə belədir. Sinus arc sinus məsələn olsun belə. Sinus arc sinus 5. Heç bir problem yoxdur. Cavab 5'dir. Bu qədər sadə. Yəni heç bir problem yoxdur burada. Amma mən götürsəm bunun tərsini bu şəkildə yazsam. Bu dəfə belə yazıram. Arc sinus tutaq ki, məsələn -pi/2 ilə pi/2 arasında düşməyən bir qiymət yazıram. Məsələn, tutaq ki, yazıram 2'də 5pi. Müəllim, onda elə qəşəng də bunun cavabı silim. Olsun 5pi/2. Xeyr. Belə bir şey yoxdur. 5pi/2 ola bilməz. Səbəb nədir? Çünki bax buradakı bu 5pi/2 -pi ilə pi/2 arasında düşmür. Bunun üçün nə edəcəm? Əlbəttə ki, çevirmə düsturundan istifadə eləyəcəm. Götürürəm bunu silirəm. Yazıram belə. Arc sinus aha. İndi bura baxın. Mən 5pi/2'ni 2pi üstə gəl pi bölünsün 2 şəklində yaza bilərəm. Əlbəttə ki, yazaram. 2pi 1/4 olduğu üçün onu atıram. Olur belə. Arc sinus pi/2. Və bizim cavabımız oldu pi/2. Başa düşdünüzmü? Yəni bütün
qaydalarda da biz bütün misallarda da eyni şeyi nə edəcəyik? Tətbiq eləyəcəyik. Başa düşdünüzmü? Bütün qaydalarda eyni şeyi tətbiq eləyəcəyik. Bu qədər sadə. Aha. Bununla bağlı bizim başqa hər hansısa bir tapşırığımız qaldımı? Başqa hər hansısa bir tapşırığımız qalmadı. Keçək növbəti funksiyamıza. Yox, daha doğrusu qaldı. Digəri budur. Bax uşaqlar, sinus arcsinus x ilə bağlı olan düsturlardan biri budur. Sinus gəlin əvvəlcə bunu yazaq. Məsələn, arc sinus x-i dedik. Qaldı bizim nə? Aha, bizim düsturlarımızdan biri də budur uşaqlar. Sinusla kosinusun qarışdırsam sonra mı desəm, gəlin deyək. Məsələn, kosinus arc sinus x. Müəllim burada nə edəcəm? Biri kosinusdur, biri sinusdur. Əslində siz burada bax bundan istifadə etməlisiniz. Kök altında x-in kvadratı. Kök altında x-in kvadratı. Səbəb nədir? Pifagor teoremindən siz düzbucaqlı üçbucaq çəksəz, baxın bu ifadəni tapmış olacaqsınız. Ona görə də burada 1 çıxılsın kök altında x-in kvadratıdır. Yenə də eyni qaydada Pifagor teoremindən tangens arcsinus x yazsaq, nə olacaq? X bölünsün nə? Kök altında 1 minus x-in kvadratı. Kök altında 1 minus x-in kvadratı. Müəllim, bunun necə olacaq Pifagor teoremindən? Gəlin deyək uşaqlar. Bax, diqqətli olun. Məsələn, deyirəm ki, bura bir 1-dir. Bura bir x-dir. Burada əlbəttə ki, aydın məsələdə 1 minus kök altında x-in nəyi olacaq? Kvadratı. 1 minus kök altında x-in kvadratı olacaq. Məsələn, mən arcsinus x-in tangensini tapmaq istəsəm, nəyin nisbətini qurmalıyam? Qarşı kateti nəyə nisbəti? Bitişik katetə nisbəti. Bax, bunlar buradan gəlir. İndi artıq mən kotangens üçün bunu desəm, kotangens arcsinus x. Sizə artıq məlum olacaq ki, bu da 1 minus x-in kvadratı bölünsün x deməkdir. Aydındır sizə? O dəqiqə bunu başa düşəcəksiniz. Bu da oldu bizim tərs trigonometriyadan arcsinus funksiyası. İndi keçirəm ikinciyə. İkinci y bərabərdir arc kosinus x funksiyasıdır. Arc kosinus x da yəqin ki sizə məlumdur ki, kosinus x funksiyasının nəyidir? Kosinus x funksiyasının tərsidir. Gəlin onun qrafikini çəkməyə çalışaq. Yenə də götürürəm bir düzbucaqlı koordinat sistemi çəkirəm və ona perpendikulyar olan bir y oxunu da çəkək. Bu y, bu da bir x. Aydındırmı sizə? Aha. Uşaqlar, yenə də burada da aydın məsələdir ki, bizim sinus x funksiyası nəyin tərsi olmalıdır? Yəqin ki, məlumdur da nəyin tərsi olacağı. Əlbəttə ki, arccosinus x funksiyası cosinus x funksiyasının nəyi olacaq? Tərsi olacaq. Cosinus x funksiyasının tərsi olacaq. İndi gəlin belə eləyək. Qrafiki çəkək. Qrafiki çəkəndə nə edirəm? Yenə də buradan bir nöqtəsindən belə bir x bərabərdir bir xəttini çəkək. Hardasa elə buralara düşəcək. Hardasa buralara düşəcək. Aha, uşaqlar diqqətli olun.
Baxırıq nəyə? Baxırıq nəyə? Uşaqlar, burada bir pi 1 var. Məlum məsələdir. Burada da bir -1 var. Yuxarı sərhəddimiz bizim nədir? Əlbəttə ki, pi-dir. Yuxarı sərhəddimiz bir pi-dir. Əslində belə çəkməyə də bilərdim. Eyb yox. Bura olsun bir pi. Onda bu hissə olacaq bir pi böl neçə? Pi böl 2. Siz öz məntiqlə düşünün də. Pi böl 2. Kosinus x funksiyası 0-ı nə zaman alırdı? 90 dərəcədə almırdı. Pi böl 2-də. Bitdi getdi də. Eyni prinsipdir. Onda bunun qrafiki bax. Bu şəkildə nə edəcək? Bunun qrafiki bu şəkildə yerləşəcək. Başa düşdünüzmü? Yəni, buradan bir pi. Pi'də də nəyi alacaq? -1'i alacaq. Başa düşdünüz? Bu da belə. Burada da oldu pi böl 2. Biz bunun təyin oblastını qrafikdən asanlıqla təyin edirik. Gəl yazaq. DY-imiz nəyə bərabərdir? Təyin oblastını biz Y oxunun üstündə axtarmalıyıq. Y oxunun üstündə funksiyanın grafikinə baxın. Hardan hara qədər? Hardan hara qədər? Sıfırdan Y oxunun üstündə görürsünüz. Sıfırdan pi'yə qədər hərəkət edib. Onda bizim təyin oblastımız 0 pi'dir. Başa düşdünüzmü? Sonra Y-imiz, yəni bizim qiymətlər oblastımız. Aydın məsələdir. Qiymətlər oblastını biz gedib Y oxunun üstündə axtarmayacağıq ki, X oxunun üstündə. Hardan hara qədər? -1-dən 1-ə qədər. -1-dən 1-ə qədər. Bu da belə. Və nümunələr məsələsi. Gəlin bu təyin və qiymətlər oblastına aid nümunələrimizi verək. Məsələn, baxırıq nəyə? Uşaqlar, birinci burada biz nəyi qeyd edirik? Baxın. Məsələn, deyirəm ki, alfa bərabərdir arc kosinus, məsələn, atıram 1. Bayaq demişdim də, bunun mənası necə idi? Kosinus 1'i nə zaman alır? Kosinus 1'i nə zaman alır uşaqlar? Əlbəttə ki, 45 dərəcədə. Yəni, alfamız pi böl 4'ə bərabərdir. Başa düşdünüzmü? Yəni, alfamız pi böl 4'ə bərabərdir. Bu da belə. Bitdi, getdi. İndi keçirəm nəyə? İndi keçirəm digər bir nümunə. İkinci, qiymətlər oblastı ilə bağlı belə bir nümunə verək. Deyirəm ki, Y bərabərdir. Məsələn, atıram, tutaq ki, 3 bölünsün 2 pi arc kosinus məsələn 5x üstəgəl nə bilim 7 olsun. Nə olur olsun yəni. İndi diqqət edin. Uşaqlar, qiymətlər oblastı ilə bağlı deyəndə demişdim ki, bax, mənə lazım olan budur. Bunun yerində qiymətlər oblastı -1, 1'i neyniyəcəm? Gətirib qoyacam. Daha doğrusu qiymətlər çoxluğunu tapmaq üçün -1, 1 nədir qeyd eləmişəm mən? Mən təyin oblastından qiymətli oblastının yerini səhv yazmışam. Bayaq. Təyin oblastının qiymətli oblastının yerini səhv yazmışam. Bunu düzəldim. Heç fikir verməmişəm. Yorğunluqdan da üzürlü sayarsınız. Uşaqlar, deməli bu Y-dir. Bu da nədir? DY-dir. Düzdürmü? Mən bunun yerinə gətirib nə qoyacam? 0 pi. 0 pi'ni qoyuram. Mənə maraqlı olan budur. Bir dəfə elə bil ki, uşaqlar. Yazıram belə. 2 pi'də 3 vurulsun 0'dan pi'yə kimi. Birinci dəfə əlbəttə biz 0'a vuracağımız üçün pi'ni özüm məxrəcə yazdım ki, qoy ixtisar getsin də, yəni tam cavab alınsın bizdən. Pi ilə bir cavab alınmasın. İrrasional cavab alınmasın. İndi diqqət edin. Bunu 0'a vuracağımız üçün bu olacaq 0. Amma ikinciyə vuranda pi'lər ixtisar gedir. Qalır nə? 3 böl 2. Yəni 0'dan cavabımız olacaq 1,5'ə kimi. Aha, qiymətlər oblastı deyəndə gətirib yerinə 0 pi'ni qoyuram. Müəllim, təyin oblastına keçək. Təyin oblastında artıq belədir.
Təyin oblastında belədir. Məsələn, y bərabərdir. Məsələn, 5 vurulsun arc kosinus olsun nə bilim 3x plus 2. Təyin oblastı arqumentin ala biləcəyi qiymətlər olduğu üçün yenə deyirəm, təyin oblastı arqumentin ala biləcəyi qiymətlər olduğu üçün gətirib yalnız arqumentin yerinə yazacağam. Arqumentin yerinə yazanda təyin oblastında biz nə alırdıq? -1-dən 1-ə kimi. Baxın uşaqlar. Bu -1 və 1 düz xətləri. -1-dən hara kimi? 1-ə kimi. Aha. Mənə artıq burada 5 dayanır, 3 dayanır, nə bilim, gəlib uzun Həsən dayanır. Heç bir aidiyyatı yoxdur. Nə dayanır, dayansın, heç fərq etməz. Başa düşdünüzmü? İndi diqqət edin. Mənim bu 3x plus 2 ifadəm 1-dən kiçik olmalıdır. -1-dən də nə olmalıdır? Böyük olmalıdır. İndi normal qaydada 2 qat bərabərliyi həll eləyəndə nə edirdim? Əvvəlcə hər tərəfdən 2 çıxıram. -1 çıx 2. Onda burada sadəcə 3x qaldı. Və 1 çıx 2. Başa düşdünüzmü? İndi -3. Burada da 3x. Burada da nə qaldı? -1. Hər tərəfi götürüb nəyə böləcəm? Əlbəttə ki, hər tərəfi 2 qat bərabərliyindən öyrəndiyim kimi 3-ə böləcəm. Gəl bölək 3-ə. Burada oldu -1. Burada 3-ə böləndə əlbəttə bunlar gedir, qalır x kiçikdir. -1 bölünsün 3-dən. Cavabımız -1-dən -1 bölünsün 3-ə kimi. Bu da oldu bizim nəyimiz? Təyin oblastımız. Bu da oldu bizim təyin oblastımız. Başa düşdünüzmü? Hər halda yəqin ki, başa düşdük. Belə. Nə edirik? Uşaqlar, ya funksiyanın qrafikinə biraz da baxaq. Doyunca baxaq qrafikə. Bax, bizim qrafikimiz nə y-oxla nəzərən simmetrikdir, nə koordinat başlanğıcına nəzərən simmetrikdir. Onda biz deyərik ki, bu nə tək funksiyadır, nə də cüt funksiyadır. Nə tək, nə də cüt funksiyadır. Müəllim, bəs onda bu mənfini bu neyniyəcək? Cüt olsaydı mənfini udardı, tək olsaydı mənfini qabağa atardı. Bax, o halda bu neyniyir mənfini? Yadda saxlayın. Arc kosinus -x olanda bircə dənə bunu pi-dən çıxır. Pi çıxılsın. Arc kosinus x eləyir. Başa düşdünüzmü? Bircə dənə pi-dən çıxır. Hə, müəllim, başa düşmədim, izah edək. Deyirəm ki, tutaq ki, mənim belə bir ifadə verir. Alfa bərabərdir. Arc kosinus -2-də 1, məsələn. -2-də 1. Neyniyəcəm? Bunu tapmaq üçün çox sadə. Mənfidə axı. Bu da nə təkdir, nə cüt. Belə çaşıb qalır, deyir, neyniyim, nətər eləyim. Sonra yadından çıxır ki, mənim düsturum var idi. Götürür pi-dən arc kosinus nəyi çıxır? Arc kosinus 2-də 1-i çıxır. Yəni olur belə. Pi çıxılsın. İndi arc kosinus 2-də 1 nə idi? Sualı belə qoyurduq. Kosinus 2-də 1-i nə zaman alır? Kosinus 2-də 1-i nə zaman alır? Aydın məsələdir. Pi bölünsün neçədə? 6-da. Həri? Xeyr. Pi bölünsün 3-də. Oldu 3-də 2 pi. Bu da bizim cavabımız. 3-də 2 pi. Və biz görürük ki, 3-də 2 pi-də həqiqətən də 0 pi aralığına nədir? Daxildir. Başa düşdünüzmü? Daxildir. Bu qədər bəsit. Hə, indi keçək nəyə? İndi keçək biz bunun nəyinə? Nəyimiz qaldı? Düsturlarımız. Bizim əsas vacib düsturlarımız qaldı. Həmin düsturları da keçək. Bir deyək. Müəllim, bu düsturları belə axıcı öyrənməliyikmi? Öyrənsək yaxşı olar. Uşaqlar, yəni, əlbəttə ki, mən müəyyən notlar özüm üçün kiçik bir vərəqdə qeyd edirəm ki, yadımdan çıxan heç nə olmasın. Siz də
əzbər şəkildə öyrənməlisiniz. Onsuz da bu dərs izahına baxan hər bir şagird asanlıqla öyrənir. Yəni mümkün deyil ki, öyrənməsin. Mümkün deyil ki, öyrənməsin. Başa düşdünüzmü? Bu da belə. Burada sırf ədədi qiymətlər var. Onları deməyə mən heç bir ehtiyac görmürəm. Heç bir ehtiyac görmürəm. Və keçirəm əsas məsələ düsturlarımızı deməyə. Bir də yadda saxlayaq. Arc-cosinus x funksiyası azalan funksiyadır. Azalan funksiyadır. Sinus x funksiyası barədə biz bunu demişdikmi? Sinus x funksiyası barədə bunu deməmişdik. Sinus x funksiyası artan funksiyadır. Sinus x artan funksiyadır. Bu da belə. İndi keçək nəyə? Düsturlardan birincisi. İlk ikisini qeyd etmişdikmi? Xeyr, etməmişdik. Hansıdır birincisi? Birincisi budur. Birincisi budur. Kosinus arc-cosinus x elə x-ə bərabərdir. Bu düsturlar barədə bir-birlərinə çox bənzəyirlər. İkinci, arc-cosinus x da elə x-ə nədir? Bərabərdir. Arc-cosinus x də elə x-ə nədir? Bərabərdir. Və müəllim, burada necədir məsələ? Bax, bayaq dediyim kimi sinusda qayda necə idi? Bax, bizim x-imiz həmən bu x-imiz hansı aralığa daxil olmalıdır? 0 pi aralığına, yəni bizim qiymətlər oblastımıza daxil olmalıdır. Daxil olmalıdır. Başa düşdünüzmü? Bu da bu şəkildə. Üçüncü düsturumuz yenə də eyni qaydada sinusla olan düsturu bayaq elə kosinusda demişdik. Tangenslə olan düsturumuz var. Tangenslə. Gəl əlbəttə ki, sinusla olanı deyək. Sinus arc cosinus x. Yenə də əlbəttə Pifagor teoremindən biz bunun 1/x kvadrat olduğunu görürük. Dördüncü düstur. Dördüncü düstur belədir. Tangens arc cosinus x. Cosinus x. Bəli, bunlar 100% imtahana düşür. Çox çətin görünür. Əslində çətin deyil. Çətin deyil. İmtahana da düşür. Hər halda biz bunları bilmək məcburiyyətindəyik. Düşür. Kotangens arc cosinus x. Yəni də əlbəttə ki, nə olacaq? X bölünsün. Kök altında 1 - x kvadratı olacaq da. Bayaqlar dedim axı. Hə, bitdi getdi. Bu da oldu belə. İndi keçirik nəyə? Və bizim düsturlarımızdan ən vacibi. Bu sinusla kosinusun ortaq düsturu var. Həmin düsturu biz demək məcburiyyətindəyik. Uşaqlar, bu düsturda bayaq biz x-in hara daxil olduğunu demişdik. Gəlin bu sinusla olan qaydanı da deyək. Bax, burada da yadda saxlayın. Bizim x-imiz əlbəttə ki, -1-dən kiçik, -1-dən böyük olmalıdır. Həmçinin elə bitdi getdi. Eyni şey. Bu qədər sadə. Nəyi xatırlayalıyıq? Nəyi unutduq? Heç nəyi unutmadıq. Keçək nəyə? Bizim ən vacib düsturlarımızdan biri. Y bərabərdir. Arc cosinus ən vacib düsturumuz 7-ci düsturumuzdur yoldaşlar. Arc sinus x üstə gəlinsin. Arc cosinus x bərabərdir nəyə? Pi bölünsün 2-yə. Yəni 90 dərəcəyə. Pi bölünsün 2-yə. Burada da bizim x-larımız mütləq şəkildə -1 ilə 1 aralığına nə olmalıdır? Daxil olmalıdır. -1 ilə 1 aralığına daxil olmalıdır. Bu da belə. İndi keçirik nəyə? Buna aid bir nümunə versək,
Gəlin belə bir nümunə verək. Deyirəm ki, məsələn, arc sinus x necə bir nümunə verək? Gəl belə yazaq. Arc sinus x çox məşhur bir nümunədir. Yəni bu məşhur nümunəni verək. Arc sinus x çıxılsın arc cosinus x atıram olsun 1 pi böl məsələn 4. Mənim bunu necə həll eləyəcəm? Uşaqlar, bu elə bir ki, sistemə girirəm. Topluda da buna aid nümunələr görəcəksiniz. Və bu da var bizdə. Düzdürmü? Sistemə girəcəm. Tərəf-tərəfə nə edərəm? Toplayaram və ya əvəz eləyərəm. Onda bunlar getdi. Qaldı bir dənə nə? 2 dənə arc sinus x-imiz nəyə bərabər? Nəyə bərabər? 4 pi surətdə də 3 pi. 4 surətdə də 3. İndi nə edəcəm? Əlbəttə ki, hər tərəfi götürüb 2-yə böləcəm. Arc sinus x bərabərdir. Nə? Olacaq 3 pi böl 8. 3 pi böl 8. Aha, buradan konkret bir qiymət çıxacaqmı? Çıxmayacaq. Onda bizim x-imiz belə olacaq. Arc sinusumuz 3 pi böl 8-də bir qiymət alırmı? 3 pi böl 8-də hər hansısa bir qiymət almır. Çox təəssüf ki, hər hansısa bir qiymət almır. Elə bir ədəd seçməli idim ki, qiymət alınsın. Amma alınmadısa da eybi yoxdur. Bu da olacaq belə. Arc sinus 3 pi böl 8 şəklində. Bitdi, getdi. Nəysə, alınmadı, amma təxminən nümunəni bildiniz necə oldusa. Burada elə bir ədəd seçməli idim ki, tam olaraq bizə qiymət versin. Bu da oldu öz yerində. İndi keçirik nəyə? Qalsın. Y bərabərdir arc tangens x funksiyası. Y bərabərdir arc tangens x funksiyası. Uşaqlar, arc tangens x funksiyasının qrafiki, yenə də gəlin bir qrafik çəkməyə çalışaq. Olacaq belə. Olacaq belə. Bura bir x oxudur. Bura bir y oxudur. Əlbəttə ki, bax siz qrafiklərə diqqətlə baxsaz, qrafiklər sanki oxların yeri dəyişib kimi düşünə bilərsiniz. Buradan bir pi böl 2 qoyuram. Məsələn, buradan bir pi böl 2 qoyuram. Eynisini də buradan qoyuram. Eynisini də buradan qoyuram. Gəl bunları qırıq-qırıq eləyək. Ya da eləmirəm, elə qırıq-qırığa ehtiyac yoxdur. Qoy tam olsun. Uşaqlar, videolar uzun olur, başa düşürəm sizi. Amma istəyirəm ki, tam hər şeyi izah eləyim, heç nə yadımdan çıxmasın. Sizin burada sürətləndirmə kimi bir şansınız var. Kimin səbri çatmasa, qoyub 1.5x-a və yaxud 1,25x-a baxa bilərsiniz. Amma ondan çox qoyub, məsələn 2x-a qoyub baxsaz, özünüzü aldatmış olursunuz. Bir də ki, niyə görə belə deyək də, elə eləməlisiniz ki, elə normal oturun, ardıcıl olaraq izləyin, səliqəli şəkildə. Sizin üçün lazım olan hər bir şeyi mən burada izah eləmişəm. Yəni sizin üçün lazım olan hər bir şeyi burada izah eləmişəm. Bitdi, getdi. İndi baxın uşaqlar. Keçək nəyə? Arc tangens x funksiyasına. Arc tangens x funksiyası qrafiki həmən bu şəkildədir. Bunun qrafiki həmən bu şəkildədir. Yenə də biz təyin və qiymətlər oblasını hardan tapırıq? Qrafikdən tapırıq. Necə tapırıq müəllim? Yaxşı tapırıq. Yazıram. Bunun DY, yəni təyin oblastı. Siz görürsünüz ki, bunun təyin oblastı mənfi sonsuzluqdan müsbət sonsuzluğa kimidir. Çünki bu x oxu boyunca fikir verin uzana gedir. Heç bir problem yoxdur bunda. Və y də tapmaq bizim üçün asandır. Əlbəttə ki, hardan hara kimidir? Mənfi pi böl 2-dən pi böl 2-yə kimi. Müəllim, niyə görə burada ciddi mötərizə? Fikir verin.
Fikir verin, dəymir. Burada fikir verin, burada da dəymir. Burada dəyir, eybi yoxdur, şəkil xətasıdır. Mənfi pi bölü 2-ni pi bölü 2-ni ala bilməz. Bunun səbəbini sizə izah edirəm. Bunun səbəbi ona görədir ki, tangens x sinus x böl kosinus x-dir. Düzdürmü? Özünüz məntiqlə düşünün. Pi bölü 2-də kosinus x nə alır? 0 alır və məxrəc 0-a gedir. Məxrəc 0-a gedə bilərmi? Ümumiyyətlə 0-a bölmə varmı? Yoxdur. Ona görə də biz burada pi bölü 2-ni almırıq. Maksimum dərəcədə yaxınlaşırıq, amma pi bölü 2-ni almırıq. Və qrafikimiz. Qrafikimiz nəyə nəzərən simmetrikdir? Koordinat başlanğıcına nəzərən simmetrikdir. Koordinat başlanğıcına nəzərən simmetrik olduğu üçün biz deyəcəyik ki, bu necə bir funksiyadır? Əlbəttə ki, tək funksiyadır. Yəni, arc tangens x-a mənfi bir şey desəm, bax belə, mənfi bir şey desəm, o dəqiqə qayıdır ki, elə mənə də deyəndir. Olur arc tangens x şəklində. Başa düşdünüz? Yəni, o dəqiqə cavab qaytarır da. Mənfi bir şey deyən kimi. Bu da belə. Bu da oldu bizim y bərabərdir arctangens x funksiyası. İndi keçək. Arctangens x funksiyası ilə bağlı biz nələrdən danışa bilərik? Nələrdən danışa bilərik? Deməli, yoldaşlar. Yenə də eyni prinsip, eyni qayda. Məsələn, yazsam ki, arctangens məsələn, kökdə 3. Bu o deməkdir ki, tangens kökdə 3-ü nə vaxt alır? Tangens kökdə 3-ü nə vaxt alırsa, aparıb nə edəcəm? Qoyacam yerinə. Aydın məsələdir ki, 60 dərəcədə nə edir? Alır. Bunları bir-bir qeyd eləməyə ehtiyac görmürəm. Hər birini özünüz üçün yaza bilərsiniz. Özünüz üçün yaza bilərsiniz. İndi bura baxın. Keçək bizim o vacib düsturlarımız olan hissəyə. Həmin düsturlarda biz nədən danışırdıq? Birinci yazıram. Tangens arc tangens x. Burada bizim x'imiz nədir? Kim deyər? Elə x-dir. Burada bizim cavabımız x-dir. Heç bir problem bizdə burada yoxdur. Amma mən tərsinəsini yazsam, bayaq o sinusla kosinusda vardı ya. Arc tangens x olanda yenə də x-dir. Amma bizim bu x-imiz hara daxil olmalıdır sizcə? Bir dənə fikir verin. Hardan onu sərhədləmişəm? Nələrlə? Mənfi pi bölü 2-dən pi bölü 2-yə kimi onu sərhədləmişəm. O dəqiqə yazmalıyam ki, x daxil olmalıdır. Mənfi pi bölü 2-dən hara kimi? Pi bölü 2-yə kimi. Başa düşdünüzmü? Bu da oldu bizim nəyimiz? Arctangens x funksiyamız. İndi baxıram nəyə? Arctangens x funksiyası belə bir nümunə verək də. Buna aid belə bir nümunə verək. Necə? Məsələn, deyirəm ki, tangens arc tangens məsələn pi böl deməyək, məsələn 7. Aydın məsələdir ki, bu elə nəyə bərabərdir? 7-yə bərabərdir. Niyə görə? Çünki onun qiymətlər oblasti d-i nəyə bərabər idi? Mənfi sonsuzluq müsbət sonsuzluğa bərabər idi. İndi baxırıq nəyə? Birini də belə deyək. Arctangens məsələn mənfi pi bölü 2 pi bölü 2 aralığına daxil olmayan bir dənə ədəd qeyd eləyək. Qeyd edirik nə? Məsələn, atıram 3 pi bölü 2. 3 pi bölü 2. Müəllim, bu necə olacaq? Bu necə olacaq? Bu belə olacaq ki, bizim dediyim kimi bu x-i birinci gətirməliyəm həmişəki sinusdakı kosinusdakı kimi nəyə? Hansı aralığa? Bax, bu aralığa. Bunun üçün də nə edəcəm? Əlbəttə ki, mən çevirmə düsturlarına gedəcəm. Çevirmə düsturu deməyək, biz dövr atmaq deyək də buna. Bu şəkildə. Bundan istifadə edəcəm. Onda bunu nə edirəm? Yazıram belə. Arc
tangens və götürəcəm. Bizim bu 3 pi bölü 2 yoxdur. Onu belə yazacağım. 2 pi çıx pi bölü 2. Su, bitdi getdi. Uşaqlar, bu 2 pi-ni neyniyərəm? Bu 2 pi-ni tullayaram getdi. İndi nə olur? Arc tangens mənfi pi bölü 2. Aha. Bu da oldu bizim mənfi pi böl 2'miz. Çok pis alındı bu. Çok pis alındı. Mənfi pi böl 2'miz. Mənfi pi böl 2'də də bu təyin olunmadığı üçün bunun cavabı heç nə. Təyin olunmayıb baxın. Yaxşı nümunə seçmədik. Amma əsas məsələ biz söhbətimizin məğzini sizə izah elədik də, burada nə etmək lazımdır? Heç nə, cavabım təyin olunmayıb. Bu da bir misaldır, yəni. Bunu da belə niyə də yazmayaq? Yaza bilərik, heç bir problem yoxdur. Hə, indi keçirəm nəyə? Bununla bağlı nəyi unutmadıq? Unutduq. Bəli, bizim düsturlarımızın bir hissəsi qaldı. Həmin düsturlarımızı da qeyd eləyək. Görək düsturlarımızda nə deyilir. Birinci budur. Nə dərəcədə vacibdir öyrənmək? Yəni mən tövsiyə edirəm ki, bu düsturları əzbər biləsiniz. İndi öyrənməyənlərin öz işidir əlbəttə ki. Öyrənməyənlər universitetə gələn il sinif yoldaşlarının storylərində baxarlar. Belə deyək. İnce olaraq belə deyək. İndi yenə də sinus. Biz səhv eləmirəmsə tangens, bəli, arc tangens x-i dedik. İndi yazaq sinus arc tangens x. Sizcə necə olacaq? Məncə aydın məsələdir. Biz yenə də düzbucaqlı üçbucaq vasitəsilə bunu eləyəcəyik. Olacaq. Bu dəfə 1 plus x-in kvadratı. Bu dəfə hipotenuz 1 plus x oldu. İndi baxıram nəyə? Kosinusla olanını da yazaq. Kosinus arc tangens x bərabərdir nəyə? 1 bölünsün kök altında 1 plus x'in nəyi? Kvadratı. Kotangensi yazaq. Kotangensdə də bizdə belədir. Arc tangens x. Bu da 1 bölünsün x'dir. Başa düşdünüzmü? Bitişik katetin digər katetə nisbəti kimi qəbul edə bilərik. Bu dəfə elə bil uşaqlar 1 katetin biri olub, x da digər katet olub. Hipotenuz artıq 1 plus x-in kvadratı olub. Aydındırmı sizə? Bu da öz yerində. Hə, bundan başqa keçərik nəyə? Bundan sonraki bizim izahımız olacaq nə ilə bağlı? Arc kotangens x ilə bağlı. Arc kotangens x ilə bağlı. Sonra da ümumi bir neçə nümunə verəcəm. Və onlarla dərsi neyəcəm? Yekunlaşdıracağım. Keçək y bərabərdir. Arc kotangens x. Bu kotangens bir də ctq yazanda çaşdırıram. Öyrəşə bilmirəm heç cür ona. Heç cür öyrəşə bilmirəm. İndi keçirəm nəyə? Bunun qrafikini çəkək. Bunun qrafiki aydın məsələdir. Necə olacaqsan? Dikkat edin. Bunun grafiki, bakın. Burada biz belə bir pi düz xəttini çəkək. Burada bir pi nöqtəsi qoyaq. Pi bölü 2-ni qoyaq. Burada da bir pi nöqtəsi qoyaq. Grafikimiz baxın təqribən belə bir şey olacaq. Təqribən bax belə bir şey. Bax belə bir şey. Başa düşdünüzmü?
Təqribən belə bir şey olacaq. Və burada nə olur? Biz diqqətlə baxanda yenə də görürük ki, uşaqlar deyir ki, müəllim, dərsin sonuna getdikcə səsiniz yavaşlayır. Yorğunluqdandır uşaqlar. Yeni tətilində də izahlar çəkmək biraz insan enerjisini alır. Amma yaxşı nəticə üçün biz də şagirdlərlə bərabər nə etməliyik? Çalışmalıyıq. İndi baxıram nəyə? Burada nə olacaq? Mənfi sonsuzluqdan hara kimi? Müsbət sonsuzluğa kimi. Bəs qiymətlər oblastım nə olacaq? Aydın məsələdir. Qiymətli oblastım görünür də məncə nə olacaqsa. Görünmür. Qrafikə baxın. Y oxu üzərinə. Sıfırdan hara kimi? Pi-yə kimi. Sıfırdan pi-yə kimi. Amma sıfırı alır? Almır. Bilirsiniz niyə almır? Çünki kotangens x kosinus x böl sinus x deyil. Sinus aparıb x-in yerinə 0 qoysam, sinus 0-da nə olur? 0. Məxrəc nəyə gedir? 0. Ona görə də bu 0-ı nə edə bilməz? Ala bilməz. İndi qrafikdə bu da kosinus x kimi nə tək funksiyadır, nə də cüt funksiyadır. Nə tək funksiyadır, nə də cüt funksiyadır. Və belə deyək. Ona görə də biz bunun bayaqki kimi tək və cüt olduğuna görə, nə tək və cüt, nə də cüt olduğuna görə arc kotangens mənfi x-ında bu da bilmirdi ki, mənfini nə eləsin? Çünki nə təkdir, nə də cütdür. Biz də bilməyən kimi bir dənə qayda bilirik ki, mənfini itirmək üçün biz bunun pi-dən nə etməliyik? Çıxmalıyıq. Pi-dən çıxmalıyıq. Arc kotangens x şəklində düşəcək. İndi gəlin bir neçə yenə də belə yazaq. Arc kotangens məsələn kök 3. Müəllim bu nədir? Nəyə bərabərdir? Sual verir ki, kotangens kök 3-ü nə vaxt alır? Kotangens kök 3-ü alır, pi bölünsün 6-da. Mən də aparıram bura. Bir dənə pi bölü 6-nı edirəm, yazıram. İndi deyirəm ki, müəllim, arc kotangens mənfi kök 3-ü nə vaxt alır? Deyirəm ki, uşaqlar, normalda pi böl 6-da alırdı, amma mənfini bilmirəm nə edeyim. Ona görə yazıram ki, pi çıxılsın. Pi böl 6. Aydın məsələdir ki, altda 5 pi-də də nə edir? Kotangens mənfi pi bölünsün 3-ü alır. Aydındırmı? Bu da belə. Uşaqlar, indi diqqət edirəm nəyə? Yenə də bizim bu kotangens, arc kotangens x düsturlarımız əlbəttə ki, bu x-a bərabərdir. Burada heç bir problem yox idi. Heç bir problem yox idi. Amma ikinci biraz müqayisəli hissədir. Mübahisəli hissədir. Daha doğrusu müqayisəli deyil. Kotangens x yazıram. Onda bu belə olacaq. X olur. Amma bizim bu x-imizin bir daxil olduğu bir aralıq var da. O da hansı aralıq idi? X-imiz hansı aralığa daxil olmalıydı? Qiymətlər oblastına. Qiymətlər oblastına. Yəni sıfırdan pi-yə kimi olmalıdır. Sıfırdan pi-yə kimi olmalıdır. Başa düşdünüzmü? Bu da belə. Bu da öz yerində. Uşaqlar, indi mən sizə belə bir şey deyim. Kotangens x-in demək olar ki, bu sonradan yazdığım düsturları var. Məsələn budur. Sinus arc kotangens x. Bu da belə olur da. 1 bölünsün kök altında 1 plus x-in nəyi? Kvadratı. Demək olar ki, imtahanlarda çox nadir hallarda istifadə olunur. Yəni çox nadir hallarda istifadə olunur. Ona görə də mən elə də bir ehtiyac görmürəm bunları öyrənməyiniz üçün. Amma bizim daha vacib bir hissəmiz var ki, biz onu mütləq şəkildə nə etməliyik? Öyrənməliyik. İndi baxın. Həmin hissəmiz budur. Uşaqlar, biz bayaq tangenslə kosinusdan sinusa aid bir ortaq düstur demişdik. Eyni düsturdan bax tangenslə kotangens üçün də var. Məsələn, arc tangens x üstə gəlinsin. Arc kotangens x-imiz bərabərdir nəyə? Pi böl 2-yə. İndi əlbəttə ki, bizim x-imiz nə olacaq?
Aydın məsələdir. Təyin oblastımız zaten mənfi sonsuzluq, müsbət sonsuzluq deyildi. Onda R-dir də. R həqiqi ədədlər çoxluğu. Hə, uşaqlar. İndi baxırıq nəyə? İndi baxırıq nəyə? İndi baxırıq nəyə? Bax, buna aid bir nümunə vermək istəyirəm. Bayaqki nümunə kimi pis alınmasa çox yaxşı olar. Məsələn, deyirəm ki, belədir. Arkotangens x üstə gəlinsin arctangens x bərabərdir nəyə? Daha doğrusu çıxılsın. Bərabərdir, tutaq ki, pi böl 4-ə. Yenə də pi böl 4 yazdım. Pi böl 2 90'dırsa, gəl biz də belə bir şey yazaq. Olsun, elə pi böl 4. Gəl bunları tərəf-tərəfə toplayaq. Tərəf-tərəfə toplayanda nə olur? 2 arc tangens x 2 arc tangens x bərabərdir 4'də 3 pi. Yenə də nə alındı? Yenə də 8'də 3 pi alındı. Nəysə. Gəl bunların çıxmasını pi böl 4 yox, pi böl 6 eləyək. Görək onda nə verəcək? Pi böl 6. Pi böl 6'nı belə eləyək. Bunu silək. Görək verəcəyimi nümunə. Pi böl 6. Tərəf-tərəfə toplayanda uşaqlar pi böl 2 ilə pi böl 6'nı alınır 6'da 7 pi. 6'da 7 pi və 2 gəl buradan da belə eləyək. Arc tangens x arc tangens x 7 pi böl nə? 12 7 pi böl 12 və bu da belə olacaq. Arc tangens x ixtisar eləyəndə uşaqlar pi-nin yerinə 180 yazsaq burada bir 105 dərəcə alır. 105 dərəcə. Bu artıq o deməkdir ki x arctangensin 105 dərəcədə aldığı qiymətdir. X arctangensin 105 dərəcədə aldığı qiymətdir. Başa düşdünüzmü? Daha doğrusu tangensin. Yəni x bərabərdir tangens 105'ə. Tangens 105'i də artıq yəni, hesablamaq fikrimiz hər halda yoxdur. Çünki onun qiymətini biz konkret olaraq cədvəl vasitəsilə bilmirik. Bu da belə. Və bir də bizim nümunələrimizdən keçirəm növbətiyə. O da bu şəkildədir. Uşaqlar, yadda saxlayın. Tangens arc kotangens x'imiz 1 bölünsün x'a bərabərdir və həmçinin kotangens arc tangens x'imiz da həmçinin 1 bölünsün x'a bərabərdir. Amma əlbəttə ki, x hardadır? Məxrəcdə. Denən götür sıfırdan fərqlidir. Bitdi getdi. Bir dənə də sıfırdan fərqlidir şərti. Burada nə etməliyəm? Verməliyəm. Bu qədər sadə, bəsit, primitiv. Başa düşdünüzmü? Bu da belə bir bizim izahımız bu şəkildə. Sağ olun, sağlıqla qalın.